Akşamınız xeyir olsun əziz izləyicilərim. Gəlmişəm sizlə yenə görüşə. Bir əhvalat eşitmişəm, bilmirəm, olmuş əhvalat. Mən onu sizlə görüşmək istəyirəm. Xoşunuza gəlsə, indidən təşəkkür edirəm. Rəylərinizi yazın, nə bilim, bəyənin. Mənim üçün çox önəmlidir. Qoca nənə üçün nə lazımdır? Sizin xoş sözləriniz mənə lazımdır. Təşəkkür edirəm hər kəsə dinlədiyiniz üçün. Bir məşhur həkim olur, məşhur olur. Bunu seminariya çağırırlar başqa ölkəyə. Təyyarə ilə uçur. Təyyarədən uçanda yolda təyyarə nəsə duman olur, nə olursa həmən ölkəyə uça bilmir. Eniş eləyə bilmir, uça bilmir. Bu bir başqa tanımadığı bir yerdə təyyarə eniş eləyir. Burada bir dənə maşın zakaz verir, taksi zakaz verir ki, taksi götürür ki, bəs yesin çatsında orada olmalıdır. Qurultayda olmalıdır, bu seminariyada olmalıdır. Bu iclasda bu da olmalıdır, həmən o həkimlərin kollegi iclasında. Ancaq yolda maşın da gedəndə, yolda maşın da dayanır, pis yerdən geçəndə maşın da dayanır. Maşın da yedəsi olmur. Bir kəndin içində, kənddən keçəndə maşın palçığa batır, qalır yolda. Təsadüfən bunun telefonu da dayanır, telefon da işləmir. Bir-birinin ağasın qalır belə. Deyir, gedim kəndə bir dənə qapını döyüm ki, görüm kiminsə telefonu varmı? Mən zəng eləyim ki, belə başıma burada müsibət gəlib də. Təyyarə oradan elə bilmədi, eniş eləyə bilmədi, hava pislikli, yağışlı, dumanlı. Maşın da burada beləncə oldu. Mən gələ bilmədim, yerikdim, məni bağışlayın. Gəlir bir dənə qapını döyəndə, qapıya bir başı çarşaflı, başı bağlı qadın çıxır. Bu adam da, həkimlər vəbşi, həkimlər Allaha inanan olmurlar da, amma ateist olurlar. Bu da Allaha heç inanan olmur. Allah inanmır Allaha. Allaha qurban, Allah fəda olum, əstağfirullah. Allaha inanan adam olmur. Bu başı bağlı adam çıxır qabağına. Neysə, bundan xoşu gəlməsə də neynəsin, bu məcburdur qapının, bundan telefon soruşmalıdır. Deyir, xanım, telefonun varmı? Bir dənə telefon zəhmət olmaz.